Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Bu yaxınlarda oğlum Hüseynlə xoşuma gəlməyən hadisə oldu. Elvin Babazadənin ad günündə oxuyurdu, mən rəqs edirdim. Elvin məni fırlatdı, bütün sosial şəbəkələrdə paylaşıldı, bir şərhlər yazıldı ki, bu şərhlər övladlarıma pis təsir edir sfera. Az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva Gün ortası proqramında deyib. O bildirib ki, sosial şəbəkədə yayılan videosuna görə oğlu Hüseyn dalaşıb. Otağa girdim ki, oğlumun otağında bütün şəkillər, aksesuarlar sınıb. Ona söz verirəm ki, daha rəqs etməyəcəm. Ananız başı aşağı hərəkət etməyib. Zəhmətimlə, əziyyətimlə nələr qazanmışam, yaşadığım ev, sürüdüyüm maşın. Bəzən şərhlər. Məclisdə oynayan, əylənə bilərik. Onlara yazılan şərhləri görən övladlarımız stres yaşayırlar. Oğlumun keçid yaşıdır, psixologiyasında travma yaradır. Bundan sonra məclislərdə rəqs etsəm də sakit,